izləyicilər, bugün bir Azərbaycan Tibb Universiteti Pərdiz Cərrahi Klinikasında endokrin cərrahi bölümü olaraq bizə müraciət etdik bir pasiyenti əməliyyata götürürük. Xəstədə taxımalı vəzdə düyünlər aşkarlanmış, düyünlərdən birində şübhəli görüntü olduğu üçün biopsiya olunmuş və biopsiya nəticəsi maligin gəldiyi ilə sonlaşdırılmış əməliyyat total tiroidektomiyadır. Niyə total tiroidektomiya? Total tiroidektomiya qalxanvari vəzin tam xarici olunmasıdır. Həm düyünün ölçüsü nəzərə alınaraq, həm xəstənin yaşı nəzərə alınaraq burada total tiroidektomiya əməliyyatı daha uyğundur, daha belə deyək də ki, xəstəliyin sonradakı ağırlaşmaması üçün, təkrar verməməsi üçün düzgün keçindir və əməliyyat neuromonitor cihazına bizdə olacaq. Biz bəzi hallarda, yəni neuromonitor cihazını tətbiq edirik. Nə var? Bəzən həm qalxanvari vəzin bədxasəli törəmələrində, həm riskli zollarda, yəni təşkil əmələ gələn zollarda, həm də krivis dediyimiz, yəni zəhərli zollarda istifadə olunur. Çünki bu əməliyyatlar zamanı həqiqətən əməliyyatın ağırlığı, eyni zamanda qalxanvari vəzdə olan ilavasitə struktur dəyişikliyi məhz sinirin zədələnmə ehtimalını artırır və biz də bu təhlükəni öncədən müəyyən edərək əməliyyat zamanı sinir cihazından istifadə edirik. Və əməliyyatın gelişində də qısaca olsa məlumat verirəm ki, yəni sinir harada yerləşir, nə cür yerləşir, nə cür keçir və onu nə cür biz sinir cihazından müəyyən edirik. Total tiroidektomiya əməliyyatı icra olunur. Dediyimiz kimi, bir fayda sərt bir düyün var idi. Biopsiyası bədxasəli olduğundan total tiroidektomiya əməliyyatından yekunlaşdır. Bu xaric olmuş periforatdır. Bu sağ faydır, bu sol faydır. Bədxasəli düyün sağdaydır, həm böyük bir ölçüdəydir, 2 cm. Ona görə total tiroidektomiya, solda da kiçik düyünlər var idi. Əməliyyat uğurla yekunlaşdı. Pasientlər sabah bir müsahibə verər. Allah şəfa versin.